Salam dəyərli tələbələr, hər vaxtınız xeyir. Bugün sizinlə bəzi sualları nəzərə yetirəcək. Baxacağımız sual 9-cu sualdır. Bizə deyir ki, video haqqında verilən münasibətlərdən hansı doğrudur? Uşaqlar, ümumiyyətlə video nə idi? Video port idi. Portlar nə üçün istifadə olunurdu? Kompüterə periferiya qurğularını qoşmaq üçün istifadə edilən qurğulardır. Portlar neçə qrupa bölünürdü? 2 qrupa bölünürdü. Bir ardıcıl portlar idi. Bir də paralel portlar idi, düzdürmü? Paralel portlar. Mən nə demişdim? Mən demişdim ki, uşaqlar, paralel portları PL-la yadda saxlayırsınız. Bir də paralel portumuz vardı, o da LPT idi. Digər portlar ardıcıl portlar idi. Bunlar hansıları idi? COM idi. Daha sonra PCI 2 idi. Sonra USB idi. Sonra var VGA, HDMI, nə bilim, canım sənədisinin AUX, canım sənədisinin Firewire və s. Bunlar da ardıcıl portlardır. İndi, deməli, bizdə VGA-nın nə işə yaradığını soruşur. Mən bayaq burada həm VGA yazdım, həm də HDMI. Bunların ikisi də eyni funksiyanı yerinə yetirir. Nədir? Monitor və proyektorla işləyirlər. Amma bir dənə söhbət var burada. VGA yalnız görüntü üçündür. HDMI isə həm görüntü, həm səs üçündür. Necə yadda saxlayırsınız? Yadda saxlaya bilərsiniz VGA-nın C-sı ilə. VGA-nın C-sında C hərfi var, görüntüdə də C hərfi var. Deməli, VGA yalnız görüntünü verir. Həm də 3 hərflidir. 3 hərfli. 3 hərflidirsə tək işi görür, yalnız görüntü işini görür. HDMI isə 4 hərflidir, düzdür 4. Həm görüntünü, həm də səsi verir ekrana. Bizdə məsələn A variantda proyektoru kompüterə qoşub və rəqəmsal kamerada xeyir. Monitor və proyektoru kompüterə qoşmaq üçün istifadə olunur, görüntü və səsin xeyir. Görüntü və səsi HDMI eləyir. Klaviatura və mausu qoşur. Xeyir, klaviatura və mausu qoşan elə USB-ni demək olar. Sonra COM-u demək, buna deyirəm, COM-u demək olar, COM. Və yaxud da ki, PCI 2 də demək olar. Sonra monitorda görüntünü əks etdirir və paralel portdur. Monitorda görüntünü əks etdirir, lakin paralel port deyil. Paralel port LPT idi. Bu da getdi. Monitor və proyektoru kompüterə qoşmaq üçün istifadə olunur, yalnız görüntünü vermək üçün istifadə olunur. Düzgün cavab B variantı. 10-cu sualda siz şərh bölməsinə yazarsınız, cavabı nədir?